2025-ci ildə blok imtahanda istifadə olunan sual. Demək, qoşma və köməkçi nitq hissəsi yox, əsas nitq hissəsi deyir. Yeməkdən qabaq, əvvəl, qabaq, sonra çıxışlı qalı sözlər qoşulursa qoşmadır. Bax, bu qoşmadır, uyğun gəlir. Qonaqlara qabaq sırada, hansı sıra? Qabaq sıra. Bu olacaq. Sifət, bax, əsas nitq hissəsi, bu düzdür. Elə bu da cavab. Onunla iclasdan sonra, bu nə oldu? Qoşma. Əvvəl namaz, aslında uyğunsuzluq istəyir. Əvvəl namaz, sonra niyaz. Əvvəl, sonra. Nə zaman? Zərf olacaq. Bu da uyğun gəldi. O qarşı, yox, C buradan başlayır. Əskərlərimiz düşmənə qarşı oldu qoşma. Yönlük aldı. Sözü qoşulub, eləmi? Qarşı tərəf, bu da əsas nitq hissəsi. Hansı tərəf? Qarşı tərəf. Sənin kimi oldu qoşma. Evə kimi. Bax, burada da yönlük aldı sözü qoşulub, yenə oldu qoşma. Elə uyğunsuzluq səbəbi üçün cavabın olacaq D variantı. Dünəndən bəri çıxışlı qalı sözü qoşulub, orada durmayın, bəri gəlin, hara gəlin, bəri gəlin. Burada da əsas nitq hissəsi, yəni uyğundur.